Hazırlanması asan, dadı isə möhtəşəm olan sərxoş albalı tortunu hazırlayaq. Tumu çıxarılmış albalının üzərinə konyak əlavə edib 3 saat gözlədirəm. Yumurta ağlarının üzərinə duz və şəkər tozunu az-az əlavə edib ağarana qədər çalıram. Digər bir qabda yumurta sarılarının üzərinə şəkər tozu əlavə edib ağarana qədər qarışdırıram. Üzərinə yumurta ağlarını əlavə edirəm, daha sonra quru ərzaqları əlavə edib ehtiyatla qarışdırıram ki, çöpü yatmasın. Formaya əlavə edib bişməyə qoyuram. Krem üçün çörək yağını mikserlə çalıram, üzərinə qatılaşdırılmış südü az-az əlavə edib bərkiyənə qədər qarışdırıram. Biskivitin qapağını nazik şəkildə kəsirəm və içərisini boşaldıram. Çıxardığım içliyi kremi əlavə edirəm, üzərinə süzdüyüm vişnələri əlavə edib qarışdırıram. Biskiviti vişnədən süzdüyüm suyla isladıb içliyini yamağa başlayıram. Kəsdiyim qapağı üzərinə yerləşdirirəm, tortu soyuducuya qoyub, daha sonra üzərinə qlazur tökürəm. Qlazur tökdükdən sonra isə tortu istəyə uyğun bəzəyirəm. Buradan hazırlayacaq olan hər kəsə nuş olsun.